Kişiler bayramıdır. Təbrik edirəm bütün buradan sizləri, kişiləri, mərd oğlanları və görün Peyğəmbər və İmam Əli kişi kimə deyir, mərd kimə deyir. Peyğəmbər məsciddə əyləşmişdi, Allahın salamı olsun ona və əhl-i beytinə. Bir nəfər ayağa qalxıb dedi, mənə kömək edin. Peyğəmbər üzün tutdu cəmiyyəti dedi ki, baxın, buna bir nəfər kişilik eləsin, mərdlik eləsin. Demədi bir nəfər buna kömək eləsin. Bir nəfər qalxıb buna eləsin, öz mərdliyini göstərsin. Həzrət Əleyhisselam ayağa qalxdı, onu özü ilə apardı. Qaydanda Peyğəmbər gördü ki, o adamın əlində bir çörək var. Bir çörəkdir. Əlavə 1 dinar pul var, 5 dirhəm var. 1 dinar, 5 dirhəm. Peyğəmbər Həzrət Əlidən soruşdu, bu nədir? Yəni, həm çörək, həm dinar, həm dirhəm. Nə məsələdir? Maraqlıdır da. Həzrət Əleyhisselam buyurdu, o bizdən bir istədi bir şey verim ona, ürəyimdən keçdi ki, ona bir çörək verəm. Çörəyi verdim. Sonra gördüm, ürəyimə gəldi ki, bunu pul da verəm. 5 dirhəm buna pul verdim. Sonra gördüm, ürəyimdən keçdi, xatirimdən keçdi ki, 1 dinar da verəm. Onu da verdim. Özümə rəva bilmədim ki, o şey ki, mənim ürəyimə gəldi, onu eləməyəm. Ürəyindən keçir kasıba yardım, tez özü vəsvəsə eləmə, şəkkə salma. Birazdan isə arvad da qoymayacaq. Mömin yanındakı mömin necə, səni də bağlarım. Mərd o adamdır ki, ürəyinə gəldi, mən buna yardım elim, ya Allah, bismillah, ver. Peyğəmbər deyir, bunu eşitdi ki, Əleyhisselam buyurur ki, var, qəlbimdən keçdi, qəlbimdən keçəni yox demədim, etdim. Bu məzmunda Peyğəmbər buyurdu, Əlidən başqa mərd yoxdur.